Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, dekabrın 2-si saat 07 radələrində 2007-ci il təvəllüdlü Leyli Yusif qızı Məmmədova yaşadığı Dağıstan küçəsindəki evdə dəm qazından boğulub. Onun meyidi mənzilin hamam otağında aşkar edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Bakıda qəbirstanlıqda meyit tapılıb. Hadisə dekabrın 2-si saat 18 radələrində Sabunçu rayonu Başxanov qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1978-ci il təvəllüdlü İqor Mixayloviç İlkovun üzərində zorakılıq əlaməti görünməyən meyidi qəbirstanlıqda tapılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma işlərinə başlanılıb. İki övladı 1-ci Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Qiraət Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.